Əgər bir qadın öz ayaqları üzərində sağlam şəkildə durursa, belə qadınlar təkcə özünü yox, övladlarının və cəmiyyətin də həyatına toxunur. Sağlam düşüncəli, nə istədiyini bilən, qərarların arxasında sağlam duran, çətinlikləri görüb geri addım atmaq yerinə onun üzərinə gedən, həyatının kontrolunu əlinə alan qadınlar həmçinin güclü və özgüvənli şəxslər yetişdirər. Bu sektora bağlılığımın və çox sevməyimin başlıca səbəblərindən biri də məhz 80% qadınlardan ibarət olmasıdır. Və bu sektorda olan qadınların bir çoxu potensialını kəşf edir, həyatını sıfırdan inşa edir və güclərinin fərqinə varır, möhtəşəm uğurlara imza atırlar. Mən də məhz bu səbəbdən bu sektorda hər zaman qadınlara dəstək olub, bilgilərimi və təcrübələrimi onlarla bölüşməyə davam edəcəm. Çünki güclü qadın, güclü cəmiyyət deməkdir.